Sən hər gün ki, haçan gedirsən, birini dəfn edirsən. Hesab elə ki, qayıtdın, sən idin, qayıtdın. Bu dəfinlər bunun üçün də bilirsiniz. Biz bir filan kəsdə rəhmət edək. O ki, deyir, dəfn eləyin. Dəfn bunun üçündür ki, bu mənzərəni Allah yaradı ki, elə bil ki, sən idin, getdin. Bax, gördün, o qaldı orada. Elə bil ki, sənə şans verdilər, qayıtdın. Dəyişirsən, yox, həmin həyat. Köhnə hamam, köhnə tas. Ona görə Allah qiyamətdə də deyir, susun, danışmayın. İş məşid fə innəkə məyyid. Qısa bir şey deyir, nə qədər istəyən yaşa, axırda ölürsünüz. Bu qədər sadədir məsələ. Adam bilmir, qorxur və unudur. Bir nəfər can verirdi. İmam Hadi əleyhissalam, İmam Əliyyən Nəqə əleyhissalam gəldi onun başının üstünə. Gördü ki, adam qorxudan gözünü yumub ağlayır. Həyəcanlıdır, mömin idi özü. İmam Hadi gəldi onun başının üstünə. Dedi ki, təxafu minəl maut ləənnəkə lə tə'arif. Bilmirəm, nədirsə, ölüm bəhsləri axır vaxtda şirin olur məsciddə. Yaxşı bir haldır bu. Deyir, İmam Hadi baxdı ona dedi ki, ölümdən ona görə qorxursan ki, onu tanımırsan. Can verən adama deyir. Mehriban bir ata kimi gəlib başlasın. Deyir, ölümdən ona görə qorxsan ki, onu tanımırsan. Ondan sonra belə bir misal dedi. Dedi, fərz elə ki, bədənin çirkisindədir. Dərində yaralar yaranır. Belə izah edir. Sən gedirsən hamama, bilirsən ki, çinməklə həm bu çirki yuyulacaq, həm bu yaralar töküləcək. Necə gedərsən? Ölüm sənin üçün belə bir şey. Deyir, ondan sonra gördülər ki, aram oldu, üzünə gülüş gəldi, təbəssüm gəldi, rahat can verdi.